Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Nəyə görə tövhid? Çünki məxluqatın yaradışının səbəbi tövhiddir. Əgər bu səbəb tək olsaydı kifayət edərdi. Mən cinlər və insanları ancaq mənə ibadət etmək üçün yaratdım. Əs-Sariyyət surəsi 5-ci ayə. Sələflər bu ayədə olan liyabudun, vahidun kimi təfsir etmişlər. Ləm qayədir. Bu da məqsəd səbəb dəlalət edir. Peyğəmbərlər ibadət tövhidi üçün gəlmişlər. Allah insanları yalnız bir məqsədlə yaratmışdır. O da ibadətdir. Yaratmağın hikməti də ibadətdir. İbadət nə deməkdir? Xudu və zulu, itaət və zəllik. Bu ibadətə məhəbbət və qiyadə. Ardınca getmək əlavə edilərsə, bu şəri ibadət olur. Tariqul muabbat. Ərəblər hazır olan yola zəli olmuş yol deyirlər. Alimlər ibadət kəlməsinin bir çox təriflər vermişlər. Lakin en gözəl tərifi İbn Teymiyyə Rahimullahın verdiyi tərifdir. Bu Allahın sevdiyi, razı qaldığı zahiri və batini hər bir söz və əməl, namaz, oruc, dua, qurban, nəzir, məhəbbət, qorxu, niyyət və s. daxildir. İbadət üç şeylə olur. Dil, qəlb, əməl. Bu ibadətlər üç şeyin üzərində qurulur. Məhəbbət, ümid, qorxu. Allah tövhid olsun deyə Quranı nazil etmişdir. Əlif, lam, mim. Bu qətiyyən şübhə doğrulmayan, müttəqilərə doğru yol göstərən bir kitabdır. O kəslər ki, qeybə iman gətirir, namaz qılır, bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər. O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir və axirəti yəqinliklə inanırlar. Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır. Bəqərə surəsi 1-5-ci ayə. Ey libasını örtünü bürünmüş Peyğəmbər, qalx qövmünə Allahın əzabı ilə qorxur. Öz Rəbbini uca tut. Libasını təmizlə. Əzaba səbəb olacaq pis şeylərdən uzaqlaş. Etdiyin yaxşılığı çox bilib başa qalxma. Rəbbinin rızasını qazanmaq üçün səbr et. Sələflər bu ayətin təfsirində Allahın qalx və qorxut buyurduğu mənası şirkdən qorxudub çəkindirmək və tövhidə dəvət etmək deməkdir. Öz Rəbbini uca tut, tövhid ilə onu təzim et deməkdir. Libasını təmizlə, yəni əməllərini şirkdən təmizlə. Pis şeylərdən uzaqlaş, yəni bütlərdən uzaq dur. Onlardan uzaq durmaq isə bütlər və bütpərəstləri təkfir edib onlardan uzaq durmaq deməkdir. Bütün bu buyruqlardan sonra ona risalət verilmişdir. O da qalxıb dəvət etdi və Allahın əmrini yerinə yetirdi. İnsanlara doğru yol tapsınlar. Allahdan qeyrisinə ibadət etməsinlər deyə Allah Azza ayədə buyurur. Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişinin misal çəkir. Onların məsələ eyni ola bilərmi? Həm də Allaha məxsusdur. Lakin onların əksəriyyəti bunu bilmir. Zümər surəsi 29-cu ayə. İbn Qeym Rahimullah deyir ki, Allah bu ayədə müşrik ilə müvahid bir kimsəni ayıraraq misal çəkmişdir. Müşrik əxlaqı pozulmuş, bir-birinə düşman olan, ayrılığa düşmüş bir cəmaata sahib qul halında olub, bir neçə ilaha ibadət edir. Bu ilahların istəkləri fərqli olduğu üçün heç birini razı salmır. Muvahid olan isə Allaha ibadət etdiyi üçün halı şirkdən uzaq olan, hədəf və məqsədə aparan yol bilən və bütün ixtilaflardan uzaq olaraq huzur içində olan bir kimsədir. Onun üzərində Rəbbinin rəhməti və ehsanı vardır. Bu iki qul heç bir olarmı? Tövhid bütün peyğəmbərlərin göndərilmə səbəbidir. Biz hər ümmətə Allaha ibadət edin və tağutun çəkinin deyə peyğəmbərlər göndərdik. Nəhl surəsi 36-cı ayə.
Ad qövmünün qardaşları Hudu göndərdik. O dedi: ey qövmü, Allaha ibadət edin. Sizin ondan başqa məbudunuz yoxdur. Yoxsa qorxmursunuzmu? Əraf surəsi 65-ci ayə. Səmud qövmünün qardaşları Salihi göndərdik. O dedi: ey qövmü, Allaha ibadət edin. Sizin ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən açıq aydın dəlillər gəldi. Allahın qayadan çıxartdığı bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Onu buraxın Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi ağır acılı bir əzab yaxalayar. Mədiyən qövmünə də qardaşları Şüeybi göndərdik. O dedi: ey qövmüm, Allaha ibadət edin. Sizin ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən sizə açıq aydın dəlillər gəldi. Elə heç ölçüyə, çəkiyə tam riayət edin. İnsanlara əşyalarını əksik verməyin və yer üzündə islah olunduqdan sonra orada fəsad törətməyin. Əgər möminsünüzsə, bu sizin üçün daha xeyirlidir. Əraf surəsi 85-ci ayə. Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: həqiqətən mən sizin üçün açıq aydın xəbər edən bir elçiyəm. Allahdan başqasına ibadət etməyin. Mən sizi yaxalayacaq məşəqqət günü əzabından qorxuram. Bu dəvətdə ən birinci olandır. Yəni bunu etmək ən birinci olandır. De, bu mənim yolumdur. Mən və mənə tabe olanlar mötəbər dəlillərə əsasən insanları Allaha tərəf çağırırıq. Allah pakdir, müqəddəsdir. Mən müşriklərdən deyiləm. Yusuf surəsi 108-ci ayə. Diqqət yetirsək bir hədis oxuyacağım inşallah. Allah Resulü sallallahu aleyhi ve sellem Muaz bin Cəbər radiyallahu anh Yəmənə göndərən zaman, yəni burada çox diqqət yetirməli nüanslar var ki, Allah Resulü Muaz'a demir ki, ged onlara namaza dəvət et və yaxud əxlaqa, oruca, zəkata. Ən birinci deyir ki, la ilahe illallah, yəni tövhidə dəvət et. Yəni hər bir müsəlman həyatında ən birinci dəvəti tövhid olmalıdır. Bütün qövmə xitabı, bütün peyğəmbərlər fərqli olsa da, yəni şəriətləri, amma dəvət metodları tövhid olur. Peyğəmbər sallallahu aleyhi ve sellem Muaz radiyallahu anh'ı Yəmənə göndərdiyi zaman ona ilk nəsihəti insanlara la ilahe illallah kəlməsinə dəvət et deməsidir. Bu başlıq dəlildir ki, müsəlman tövhidi bildikdən sonra insanlara buna dəvət etməlidir. Bu zaman iki şeyə diqqət etmək lazımdır. Dəvət etdikdə tövhidə dəvət etmək və dəvətdə yalnız Allah üçün ixlaslı etmək. Səhl ibn Sad rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem Xeybər günü belə buyurdu: sabah bu bayrağı mütləq Allahın fəthi ona nəsib edəcəyi bir adama verəcəyim ki, o Allahın Rəsulunu sevir və Allah Rəsulü də onu sevir. Səhər açıldıqda sahabələr Allah Resulü sallallahu aleyhi ve sellem yanına getdilər. Hər biri bayrağı ona verilməsini arzulayırdı. Digər rəvayətdə Ömər radiyallahu anh deyir ki, mən qəlbimdə heç bu qədər istəkli olmamışdım belə bir hala, yəni o bayrağı götürməyə. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu: Əbu Talibin oğlu Əli hardadır? Ona gözü ağrıyır dedilər. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi: xəbər göndərin gəlsin. O xəbər göndərib gətirildi. Allah Resulü sallallahu aleyhi ve sellem mübarək tüpürcəyinin onun gözlərinə sürtərək dua etdi. O saat sağaldı. Sanki heç bir ağrısı yoxmuş kimi oldu. Daha sonra bayraq ona verildi. Əli dedi: ya Resulallah, Xeybər Yahudilər ilə onların bizim aramızı onlar ilə də bizim kimi müsəlman olana qədər vuruşacağam. Peyğəmbər sallallahu aleyhi ve sellem: ya Əli, ey Əli, tələsmə. Onlar sahəsinə girdiyin zaman yavaş-yavaş yeri. Sonra onları İslam'a dəvət et və üzərlərinə vacib olan İslam'a əsasları onlara xəbər ver. Və Allaha and olsun ki, Allah bir nəfəri sənin səbəbinə hidayət yönləndirirsə, bu sənin üçün qırmızı dəvələrdən də daha xeyirli olar, deyə buyurdu. Bu ən son anda olandır. Yəni Rəbbin ona təslim ol dedikdə, o aləmə Rəbbinə təslim olduğunu demişdi. İbrahim də, Yaqub da bunun oğullarına vəsiyyət etdilər, yəni tövhidi. Ey oğullarım, həqiqətən də Allah bu
dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz. Yoxsa siz Yaqubu ölüm gəldikdə onun yanında idiniz. O zaman o öz oğullarını dedi: "Məndən sonra nəyə ibadət edəcəksiniz?" Onlar dedilər: "Sənin ilahına, atalarının İbrahimin, İsmailin və İshaqın ilahı olan tək ilaha ibadət edəcəyik. Biz yalnız ona təslim olanlarıq." Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, kimin son sözü la ilahe illallah olarsa cənnətə daxil olar. İnsan dinə girmək üçün ən birinci və ölüm anında da ən son əmridir la ilahe illallah. Ona görə də Peyğəmbər sallallahu aleyhi ve sellem ölüm anında olan kimsələrə la ilahe illallah kəlməsini təlqin etməyə əmr edərdi. Bu Əbu Said el-Xudeyr radiyallahu anh rivayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu: ölüm anında olan yaxınlarınıza la ilahe illallah təlqin edin. Tövhid səni cəhənnəmdən qurtaracaq ən böyük səbəbdir və bütün xeyirlərin əsasıdır. Həmçinin ən böyük və bağışlanmaz günah olan Allaha şərik qoşmaq və dünyada və axirətdə olan bütün bəlaların başıdır. Həyatdakı bütün digər pozuntuları zəncirvari şəkildə həyatın əsası olan tövhid pozulmasından törəyir. Bu mövzu insanın həyatında ən mühüm məsələlərdəndir. Ömər radiyallahu anh deyir ki, biz Allahın İslam dini sayəsində gücləndirdiyi bir cəmaatıq. İslamdan başqasını seçəcək olsa, onda Allah bizi zəll edər. İslam ordusu Roma imperiyasının idarəsi altında olan Kipri fəth edərək bütün müsəlmanlar qələbə sevinci yaşadığı halda məşhur səhabə Əbu Dərdə radiyallahu anh kədərlənərək ağlayırdı. Bunun səbəbini soruşduqda o dedi: "Baxın, onlar necə əzəmətli bir xalq idi. Hətta onların qüdrətli rəhbərləri var idi. Onlar Allahın buyurduqlarını təhdid etdikləri üçün Allahın da onlara necə alçatdığına baxın. Qorxuram ki, bir vaxt ümmət də Allahın və onun Rəsulunu tərk edər. Allah onlar üçün bu cür alçaldar." Lakin nədənsə bu məsələ əhəmiyyət baxımından ondan qat-qatı aşağı dərəcədə olan digər məsələlər kölgəsində qalmışdır. Müsəlmanlar tövhid elminə çox diqqət yetirməlidir. Müsəlman yenə də tövhid deməlidir. Əsla həmişə tövhid olmalıdır. Bu bizim dünya və axirətdə səadətimizin açarıdır. Hər bir müsəlmanın ailəsində tövhid kitabı masaüstü bir kitab olmalıdır. Hər il oxunan, təkrarlanan bir kitab olmalıdır. Bu kitabı tərk etmək şərdir. Bilsən ki, bu kitabda sənin üçün nə qədər xeyir vardır. Mən tövhidi öyrənmişəm deyən kimsə artıq xəta etmişdir. Tövhid nəhv və sarf elmi kimi deyil. Bir dəfə öyrəndiyin kifayət etsin. Tövhid Allahın sənə verdiyi ömürlə bərabər davam edən bir kitabdır. Oxudun, bitirdin, yenə də təkrarla. Çünki şeytan səndən ən çox istədiyi şey şirk etməkdir. İbn Qeym rahimehullah deyir ki, tövhid cənnət əhli ilə cəhənnəm əhlinin arasında ayrılan bir kəlmədir. Esselamu aleykum və rəhmətullah və bərəkətuhu.